Axşamınız xeyir dostlar. Yenə də təzə bir nağılla qarşınızdayıq. Bu axşam sizə Polyakların 7 qarğa adlı nağılını danışacağam. Çox qədim zamanlarda 7 oğlunu və bir qızını tək başına böyüdən yoxsul bir ana vardı. Zavallı qadın 8 uşağı çox çətinliklə dolandırırdı. Bilmirdi ki, tarlada, bağçada meyvə-tərəvəz yetişdirməklə məşğul olsun, yoxsa uşaqlarına yemək bişirsin. Ev işlərindən başı çıxan qızı ona kömək edirdi. Amma 7 oğlan o qədər dəcəl idi ki, qadın çox vaxt tab gətirə bilməyib övladlarını danlayır, onların üstünə qışqırırdı. Yenə bir gün ana mətbəxdə uşaqlara yemək hazırlayarkən 7 oğlan həyətdə oynamaqdan yorulub ildırım sürəti ilə mətbəxə doluşdular. Çirkli əlləri ilə qab-qazanı açıb, "Çox acmışıq, bizə yemək ver!" deyə bağırdılar. Anaları hirslə qarğış elədi. "Kaş uşaq olmaqdansa qarğa olardınız. Məni də narahat etməzdiniz." Birdən 7 oğlan qapqara qarğaya çevrildi. "Qar, qar" deyə bağıraraq pəncərədən uçub getdilər. Uşaqlarını itirən ana dediklərinə peşman olmuşdu. Bacı isə qardaşlarını axtarmağa qərar verdi. "Narahat olma anacan. Mən qardaşlarımı tapacağam. Dünya böyükdür, amma mütləq mənə bir kömək edən olacaq," dedi. Qız dediyi kimi etdi. Günlərin birində səfərə çıxdı. Qız gedib bir meşəyə çatdı. Ağacların sıx olduğu yerdə gümüş kimi bərq vuran bir çayın kənarında daxma gördü. Daxmanın qarşısındakı kətildə bir qadın oturmuşdu. Gümüşü saçları, gümüşü rəngində donu vardı. Qız qadının yanına yaxınlaşanda üzündə gümüş damlaları kimi göz yaşlarının olduğunu gördü. "Xalacan, niyə ağlayırsan?" deyə soruşdu. Qadın, "Birazdan ərim evə gələcək. Yemək isə hələ hazır deyil. Əsas dərdim odur ki, paltarım sökülüb. Onu tikməli idim, amma çatdıra bilmədim," dedi. Qız ona təsəlli verdi. "İstəyirsənsə sənə kömək edə bilərəm. Mən çox yaxşı tikiş tikə bilirəm. Paltarı tikənə qədər sən də yemək hazırlayarsan," dedi. Elə də etdilər. Qız gümüşü rəngli paltarın sökülmüş yerlərini tikdi. Qadın da yeməklərini bişirdi. Qadının əri gəlib dedi. "Biz ayın köməkçiləriyik. Sən bizə kömək etdin. Biz də sənə kömək etmək istəyirik." Qız ailəsinin başına gələnləri danışdı. Ər-arvad dünyada baş verən hər şeyi görən aydan soruşub, qızın qardaşlarının harda olduğunu öyrəndilər. "Qardaşların Yaqut dağındadır. Amma Yaqut dağı çox yüksək bir dağdır. İstəyirsənsə səni apara bilərik." Onlar elə belə də etdilər. Yaqut dağı cadugarların məskəni idi. Həqiqətən də qarğaya çevrilən qardaşlar bu dağda bir cadugarın qəsrində yaşayırdılar. Qız cadugara qardaşlarını aparmağa gəldiyini söylədi. Cadugar ona belə söylədi. "Sevgi ən dəhşətli cadunu da məhv edə bilər. Görək qardaşlarını nə qədər sevirsən. Onlar üçün nələr edəcə bilərsən. Əgər deyil, heç danışmasan, sehir pozulacaq. Amma bircə kəlmə belə söyləsən, qardaşların heç vaxt insan ola bilməyəcəklər." Zavallı qız o gündən sonra bircə kəlmə belə danışmadı. Evinə qayıdandan sonra anasına da olanlardan bəhs etmədi. Səssiz, sakit bir həyat sürməyə başladı. Çünki artıq həyatdakı tək məqsədi qardaşlarını xilas etmək idi. Amma sən saydığını say, gör fələk nə sayır. 6 il sonra bir gün meşədə böyürtkən toplayanda qızın qarşısına bir şahzadə çıxdı. Şahzadə çox qəribə, ağzından bircə kəlmə belə çıxmayan dünya gözəli qıza aşiq oldu. Ona evlənmək təklif etdi. Qız başını tərpədərək şahzadənin təklifini qəbul etdi. Üzündəki təbəssüm günəşin parıltısından belə gözəl idi. 7 gün, 7 gecə toy məclisi qurub evləndilər. 9 ay 10 gündən sonra şahzadə ilə qızın bir övladı oldu. Bütün ölkə şahzadənin uşağı olduğu üçün sevinirdi, amma şahzadənin anası heç sevmədiyi, oğlunu əlindən aldığına görə qısqandığı gəlinindən qurtulmaq üçün planlar qururdu. Beləliklə, şahzadənin anası hiylə qurdu.
qızın üstünə şər ataraq dedi ki, gəlini cadugardır. Körpəsini zəhərləmək istəyir. Hakimlər özünü müdafiə etmək üçün qıza 7 gün vaxt verdilər. Əgər hər şeyi danışıb özünü müdafiə edə bilməsə, cəzalandırılacaqdı. Amma qız qarğaya çevrilən qardaşlarını xilas etmək üçün ölmə belə razı idi. Özünü müdafiə etmək üçün ağzını açıb bir kəlmə də demədi. Möhlət başa çatanda qızı zəncirləyib şəhərin böyük meydanına apardılar. Bu vaxt qəflətən səmada 7 qarğa göründü. Meydanın üstündə uçan qarğalar birdən 7 iqdə çevrildilər. Sən demə, qızın 7 il səssizlik müddəti elə o an bitmişdi. Qız isə 7 illik sükutun acısını şəhzadə ilə 7 gün dayanmadan danışaraq çıxardı. Sevdiyi şəhzadəyə deyəcək o qədər sözü vardı ki, o gündən sonra qız və qardaşları analarını da saraya gətirib xoşbəxt həyat sürdülər. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.